Salam əziz və dəyərli dostlar, ölkəmizin bir nömrəli hava səhifəsi, dəyərli izləyiciləri, Azərbaycanımızın dilbər Gülşahından olan İsmaildən sizi salamlayırıq və ə, hava haqqında bir ciddi xəbərdarlıq məlumatı demək istəyirəm. Ayın 27-sinə, bu axşamdan 26-sından 27-sə keçən gecədə və 27-si və 28-i və 29-u tarixlərində ölkə ərazisində çox ciddi bir yağıntıların olması gözlənilir. Bakı, Abşeron yarımadası yağıntılar intensiv və güclü olacaq, narıncı xəbərdarlıqlar olması ehtimal olunur. Son illərin ən güclü yağıntılarıdır. Bu, dağlı və dağətəyi bölgələrdə yağıntılar sulu qar və qar şəklində olacaq. Bəzi yüksək dağlıq bölgələrdə yağıntılar hardasa yarım metr və 1 metrə yaxın ola bilər və şiddətli küləklərin də həmçinin olması ehtimal olunur. Şiddətli küləklərdən də əlavə çox bol bir, güclü bir yağıntılar ehtimal olunur. Bu yağıntılarla bağlı Bakı, Abşeron yarımadası və Sumqayıt əhlini necə deyərlər, narıncı xəbərdarlığa uyğun olaraq tədbirli olmağa çağırıram və su basmaları, leysanlar olması da gözlənilir. Ehtiyatlı olaq, bu həqiqətən də ciddi bir yağıntıdır və əgər proseslər özü doğrultsa, inşallah ki, təki doğrultmasın, olmasın yağıntı. Əgər proseslər özünü doğrultsa, çox ciddi və güclü yağıntılar olması, bir sıra evlərin su basması və şiddətli küləyin olması gözlənilir.